Şəkildə quşun bir orqan sisteminə aid olan orqanlar sistemi təsvir olunmuşdur. Təbiidir ki, bu şəkildə nə təsvir olunub? Birinci qeyd edək. Dayaq sistemi, yəni sümük sistemidir. Sümük sistemi təşkil olunubdur. İndi burada verilib quşun verilən orqan sisteminin kütləsi, yəni burada şəkildə verilən döş əzələsinin kütləsinə bərabərdir. Döş əzələlərinin 2 dənə olurdu, bilirsiniz. Burada əzələsinin deyibdir. Digər əzələlərin ümumi kütləsinə bərabərdir. Yəni digər əzələlərin ümumi kütləsi budur. Əgər dayaq hərəkət aparatı 300 qram olarsa, şəkildə verilən orqan sisteminin kütləsi neçə qram olar? Yəni biz bu sümüyün dayaq hərəkət aparatında dayağı tapacağıq. Biz sual işarəsi olduğunu qeyd edək və burada göstərək. Birinci biz bildiyimizi yazaq və burada verilənlərdən nə başa düşürük biz? Biz bilirik ki, sağ döş əzələsi vardı quşlarda. Bir də sol döş əzələsi vardı. Yəni böyük döş əzələlər. Bunlar məsəl üçün veribdir 0.5x budur. Bu da 0.5x'dir. Yəni bizdə veribdir ki, quşun verilən orqan sisteminin kütləsi döş əzələsinin kütləsinə. Yəni dayaq sistemi, sümük sistemi, bu da hərəkət sistemidir. Baxın, dayaq hərəkət aparatı deyirdik biz buna, yəni sümük əzələ sistemi. Baxın, sümük sistemi, bax burada yazıram. Sümük əzələ sistemi bağışlayın. Burada yazıram hərəkət hissəsi. Bu olsun, sümük sistemi də budur. Və burada bir söz yazmışdı ki, döş əzələsinin kütləsinə bərabərdir verilən kütlə. Döş əzələsinin birin kütləsinə bərabərdirsə, bu da 0.5x'dir. Və digər əzələlər, yerdə qalan digər əzələlər, baxın, yazın bura, bütün əzələlər bu sağ və sol döş əzələlərinə bərabərdir. Yəni, bu da x götürərik biz bunu. Deməli, toplasaq bunları, deməli, buradan yazaq 0.5x üstə 0.5x üstə 0.5x. Deməli, bu sümük sistemidir, üstünə yazıram. Sümük sistemi oldu, bu 0.5x oldu. Sağ döş əzələsi deyək ki, bu oldu sol döş əzələsi. Üstə gələk, x yazdıqca, bu axırıncı x-imizdə, bir dəqiqə, bu düşmədi, yaxşı. Deməli, 0.5x yazmışıq və üstə gələk x, bu həmin digər əzələlərdir, yəni bütün əzələlərdir. O da bərabərdir 2.5x-ə, o da bərabərdir 300-ə. Deməli, x də bərabərdir, tapırıq 120. 120 bizdən də soruşurdu məsələnin şərtini nəyi tap? Şəkildə verilən orqanlar sisteminin kütləsini. Şəkildə verilən orqan sistemi təkcə dayaq sümük sistemi yazmışdım bura. Və bu 0.5x idi. Deməli, x-i tapdıq, nə qədər oldu? 120, 0.5x-imiz də bərabər olacaqdır 60-a. Doğruluğunu da yoxlamaq olar. Baxın, 60, 60, bu da 120 olaraq cəmidə 300-ə tamamlaya bilərik. Düzgün cavab 60 olacaq.